Salam dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Yeni gələn izləyicilərimizə də xoş gəldiniz deyirəm. Əziz izləyicilərimiz, bugün qərar verdim fəhrizimi ağırlaşdırmağa. 67 kiloya qalxmışam. Bu da şişkinlikdən, yəni şişkinliklə bağlıdır. Çalışacağım ki, bu fəhrizimi biraz da ağırlaşdırım və hədəfim həmişə vurguladığım kimi 55-ədir. Təəssüf edirəm ki, hələ ki o çəkini əldə edə bilmirəm və 67-dən 55-ə düşmək üçün tam 12 kiloqram atmalıyam. Bu mümkündür, amma iradə məsələsi ən çətinidir. Əminəm ki, bu hissdə həqiqətən də tək deyiləm. İndi birdən fəhriz plus ağır idman başlasam, bədən daha da çox müqavimət göstərəcək. Ona görə yavaş-yavaş bu periodu gedəcəm. Bunu etmə səbəbim bu ay mənim doğum günümdür və özümə yəni hədiyyəm, özümə hədiyyəm ancaq çəkimin atılmağı olacaq. Yəni hədəfim odur. Xanımlar, iradəmizin möhkəmliyi üçün 3 sadə addım məsləhət görərdim. Əvvəlcə beynimizi qorxutmayaq, böyük hədəfi kiçildək və deyək, öncə 64 kiloqram, yəni 3 kiloqramımızı artıq beynimizdə hədəf qoyaq ki, 3 kiloqramımızı atacağıq. Bu 3 kiloqram gedəndə artıq hiss edirik ki, yüngülləşdik. Yüngüllük hiss olunur. Hər 3 kiloqram yəni bizim üçün bir bayramdır. İkinci period xanımlar, qadağa yox, əvəz etmək. Yeməyəcəm deyəndə beyin daha da çox istəyir. Misal şirniyyatı alma ilə əvəz edək. 5 ədəd qozla əvəz edək. Çörək mütləq qara çörək olmalıdır, üstünlük. Yəni verək ki, qara çörəkə, çünki ağ çörəkdən daha çox qidaya tələbat olur. Yəni qara çörək daha məsləhətlidir. Gecə qatıq, darçın, yəni qarışdırırıq. Onları istifadə edirik. İdman, mən gündə hardasa 800 metr yürüyüş edirəm, gəzirəm. Bu mənə kifayət edir. Çünki ev işləri, məlum yay məhsullarının qışa hazırlanması, bu kiçik cənnətimin alaqlardan təmizlənməsi, pəhrizlə bərabər fiziki işlər artıq mənə kafidir. Əsasən, xanımlar, gecə saat 10-da mütləq saat 10-da nəsə atışdırın və qidalanmanı tamam kəsin. Qidada çətinliyi yüngülləşdirmək, məndə 3 qayda var. Yəni boşqab. Əsas qayda boşqabdır. Boşqab qaydası sayma, ölçmə yox. Yəni boşqabımı 3 hissəyə bölürəm. Yarısı tərəvəz, xiyar, pomidor, göyərti. Yəni 1/4 zülal, yumurta, toyuq, balıq, lobya, qatıq. Mən daha çox lobya sevirəm. Özümüzə acgözəm demirik. Bu bədənin və beynin siqnalıdır. Xüsusən də yorulanda, stres olanda, şişkinlik həmçinin. Beyin tez enerji istəyir və gözümüzə görünən hər şeyi təhlükə kimi yəni görür. Burada görürük ki, iradə zəif deyil. Sadəcə yanlış mübarizə aparır. Bu 3 hiylə var. Yəni onları da sizə deyim. Bu hilələr nədir, xanımlar? Misal üçün, evə şirniyyat, fast food, ağ çörək almayaq. Çünki almasaq görməyəcək. Əvəzində göz önünə xiyar, pomidor, alma, mövsümü görə, yəni şükürlər olsun, çoxlu növ-növ meyvələrimiz var. Yəni meyvələr də istifadə edə bilərik. Hər hansısa yəni meyvə fərqi yoxdur. Mütləq alma yanında olmalıdır. Xanımlar, qatıq, qoz da ola bilər. Yəni beyin bunları görəndə nəsə var bilir. Elə ki, beyin nəsə istədi, 10 dəqiqə beynimizi məşğul edək və ilk su içək. Acı olduqda mətbəxə girməyək, marketə getməyək. Mütləq su, qatıqla beyni məşğul edək.
Yəni mətbəxə girəndə su içək gərək, qatıq yeyək gərək. Marketə gedəndə həmçinin beyin allansın. Bu bir hiylədir. Yeməkdən öncə bunların hamısı mütləqdir, su vacibdir. Əziz xanımlar, başlayın. Başlamaq uğurdur. Mən də başladım indiyə kimi, yəni çox pəhrizim olub, ancaq şişkinliyim olduğu üçün məndə pəhrizim bu dəfə daha çox ağırlaşdırdım. Yəni saydığım bu məhsulları artıq istifadə edəcəm, daha çox suya üstünlük verəcəm və nəticəni də inşallah ki mənim ad günümdə sizinlə həmin o çəkinin nəticəsini paylaşacağam. Yəni o iradəni mən istəyirəm ki, özümdə daha da möhkəmlədim. İnşallah ki alınar. İndi isə ad günümə kimi evimi səliqəyə, səhmana salım. Sizə də xoş izləmələr.
kız beni, hayran ettin az beni, öldürdün ay kız beni, deli yılmaz beni, deli yılmaz beni. Min şükür, ser verene min şükür, kız ne kadar geçersen ser verene min şükür, min şükür, ser verene min şükür, kız ele bilmeysen ser verene min şükür. Güzelsin. Ben de mecnunlanaydım, eşkınıyla oynanaydım, şöyle bile oynayanaydım, aynı senin gözlerinin.